İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bu ayda elədiyimiz ibadətləri qəbul elə. Bu orucluğu bizə axırıncı orucluq qərar vermə. Bu ayın hər gününün, hər gecəsinin, Qədr gecəsinin feyzindən bizi binəsib eləmə. Bu danışılan sözləri həm danışanın, həm eşidənlərin qəlbində təsir elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Qazilərimizə, yaralı əsgərlərimiz var, şifaya acil mərhəmət elə. Ordumuzu namərd gülləsindən, düşmən şərrindən hifz elə. Hər kimin ürəyində nə hacəti var, hamımızın hacətlərimizi rəva elə. İmam Zaman ağanın zuhurunu tez elə.